Salam dəyərli izləyicilər, zəhmət olmasa kanala abunə olun. Yapon atalar sözü 3. Girdiyin kəndə adət-ənənəsinə uyğun hərəkətlər elə. Yəni kəndin adət-ənənəsini pozma. Hər hansı bir yeri ziyarət etdikdə, xüsusən orada sən yadsansa, oradakı insanları dəyişməyə çalışma mənasında deyilən atalar sözdür. Tökülən yarpaqlar budaqlarından geri qayıtmaz. Qırılan ayna təkrar göstərməz, yansıtmaz. Başqa bir deyim var. Tökülən südə ağlamağın heç bir faydası yoxdur. Yəni burada insan başına qəzalar gələcəyi, həmçinin insanın keçmişə qayıda bilməyəcəyi, bunu düzəldə bilməyəcəyi mənalar verilir. Yəni üzülməməkdə keçmişə dair artıq olub bitənə üzülməmək. Çünki onu geri qaytarmaq olmur. Öncə adam bir içki içər. Sonra içki bir içki içər. Sonra içki adamı içər. Yəni burada belə deyək də, spirtli içkilərin zərarı haqqında deyilən bir atalar sözüdür. Yəni alkolun insana belə deyək də, necə cazibəli gəlib və təhlükəli olması haqqında deyilən bir sözdür. Yəni ki, alkolun insan zehnini necə pozmasını, onun kontrolu altına keçirtməsi haqqında deyilən bir sözdür. Şəxsən özümü tanıdığım insanlar var ki, alkol bağımlısıdırlar. Yəni, baxırsan, insanın istəyi var, qurtulmaq istəyir, lakin iradəsi çatmır deyənə qalır o bataqlığın içində.